Ermənilərin qorxulu rüyası, döyüş yoldaşlarının əfsanəvi Rembo adlandırdıkları şəhidimiz Mayor Şıxəmir Qaflanovun şərəfli ömür yolu hələ uzun illər dillərə dastan olacaq. Şıxəmir Qaflanov rəhbəri olduğu xüsusi təyinatlı dəstə ilə Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bir çox döyüşlərdə Ermənistan ordusunun mühasirəsində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbiçilərini xilas edib, düşmənin canlı qüvvəsini məhv edib. Məhz bu şücaətlərinə görə xüsusi təyinatlılar arasında əfsanəvi Rembo ləqəbini qazanan mayor son anadək dəstəsini qoruyub. Xocavənd döyüşləri zamanı isə özü şəhadətə yüksəlir. Hər kəs onu düşmənə qan utduran ləqəb ilə tanıyırdı. Döyüş meydanında bir qolunu itirdi, amma haq yolundan dönmədi. Qanı axa-axa döyüşməyə davam etdi. Söhbət Vətən müharibəsi şəhidi, daxili qoşunların çavuşu olan Sənan Ələskərzadədən gedir. 7 il vətənin keşiyində duran hərbçimiz ərazi bütövlüyümüz uğrunda şəhidlik məqamına ucalanlardan oldu. Salamlar vaxtınız xeyir. Mən Nəbzəli Rüfət, xüsusi təyinatlı qüvvələrin leytenantı. Leytenant Rüfət Nəbizadə Vətən müharibəsində iştirak edib. Döyüşərək Şuşaya kimi gedən qəhrəmanımız evlərinə qaydanda normal vəziyyətdə olub. Bir neçə gündən sonra isə onun səhhətində ciddi psixoloji problemlər ortaya çıxıb. Valideynləri deyir ki, Rüfət müharibə zamanı yaşadıklarını, itirdiyi dostlarını unuda bilməyib. Ancaq onlardan danışır, özünə ölüm arzuluyurmuş. Dəfələrlə intihara cəhd etsə də qarşısı alınmışdı. Mayın 4-ü isə Rüfət növbəti dəfə Şirin canına qıydı və həyatla vida. Zataşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çoxlu sayda düşmən hərbçisini məhv edir. Yaralı komandirini xilas edərkən özü çiyin və boğaz nahiyəsindən 3 güllə yara salır. Həkimlər və ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim Ramizi saxlaya bilmir. 27 yaşlı çavuş çiynindəki qəlpə ilə şəhid yoldaşlarının qisasını almaq üçün yenidən cəbhəyə qayıdır. Şuşa Fatihi elə Şuşa uğrunda gedən döyüşlərdə şəhadət. Mehdiyev Surxay Zülfoğlu 1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açır. Ağdam rayonunu 6 yaşında tərk etmək məcburiyyətində qalan Surxay ailəsi ilə birlikdə Qubaya köçüb orada böyüyür. Murov dağ və digər yüksəkliklərin Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı rayonlarının alınmasında Surxayın xüsusi rolu olub. Üç bacının yeganə qardaşı, sevgi ilə xatirələrdə yaşayan Kamran Fərəcov 14 fevral 1996-cı ildə Şirvan şəhərində anadan olub. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 24-də Şuşa şəhərinin 15 kilometrliyində yerləşən Çanaqçı kəndində gedən döyüşlərdə komandiri ilə birlikdə snayper gülləsindən şəhid. Şəhid Məmmədov Sahib 1989-cu ilin 13 noyabrında Culfa rayonu Yaycı kəndində anadan olub. 2007-ci ildə təhsilini bitirib, hərbi xidmətə yollanıb. Vətən müharibəsində düşmənə qan utduran oğullardan olub. Oktyabrın 19-u Füzulinin Cəmilli kəndində şəhid olmuşdur. 5. Vaxt gəlirlər. Canavarlar gəlir. Kapitan Kamil Şirinov 9 aprel 1991-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına ali hərbi məktəbi bitirib. Vətən müharibəsində böyük şücaət göstərən Kamil Şirinov sentyabrın 29-da Füzuli uğrunda döyüşlərdə şəhid olub. Baş leytenant Xəyyam Əzizov 8 noyabr 1995-ci ildə Neftçala şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına ali hərbi məktəbi bitirib. 44 günlük vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə şəhid olub. Baş leytenant Həmid Abbasbəyli 17 noyabr 1991-ci ildə Bakıda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına ali hərbi məktəbi bitirib. Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Hadrut, Füzuli və Laçının azadlığı uğrunda döyüşlərdə savaşır. Oktyabrın 19-undan 20-sinə keçən gecə Xocavənd rayonu ərazisində şəhid olub. Leytenant Elton Qəmbərli 1997-ci il fevralın 1-də Şərur rayonunun Ələkli kəndində anadan olub.
Naxçıvanda Heydər Əliyev adına hərbi liseyi bitirdikdən sonra Bakıda Heydər Əliyev adına ali hərbi məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda döyüşlərdə savaşıb. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Bu bıçağım Baş gizir Sürxan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. 2002-ci ildən xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Xocavənd rayonu istiqamətində şəhid olub. Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Demişəm də bir-birinə varsa, hamısını qıracaq. Uşağından böyüyünə gəlir. İzir Eliyar Vəliyev 1991-ci il oktyabrın 17-sində Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Eliyar Vəliyev Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. 5 övladı vətənə əmanət qalıb. Aşgizir Camal İsmailov 1984-cü il iyulun 7-sində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Xocavənd istiqamətində düşmənlə qeyri-bərabər döyüşdə şəhid olub. Vətən müharibəsi qəhrəmanı adına layiq görülür. 2 qızı və şəhid olduqdan sonra dünyaya gələn oğlu vətənə əmanət qalıb. Gizir Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Dibihoni kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. 2 qızı vətənə əmanət qalıb. Kəşi başı bir oyana tükür. Bax. Gizir Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub ki, oğlu vətənə əmanət qalıb. Belə ermənilər qaçırma belə. Kiçik Gizir Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpavut kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Kiçik Gizir Beyrək Feyzullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olub. Beyrək Feyzullayev vətən müharibəsi zamanı Füzuli Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb. Düşmənin çox sayda texnika və canlı qüvvəsini məhv edib. Oktyabrın 4-də Füzuli Cəbrayıl istiqamətində gərgin döyüşdə şəhid olub. Qaydanın içinə bir dənə kaska. Kaska nəzərə al. Kiçik Gizir İlkin Zülfüqarov 1989-cu il avqustun 8-də Ağsu rayonunun Gürsulu kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Gizir Yusif Qurbanov 1998-ci il noyabrın 12-də Goranboy rayonunda anadan olub. 44 günlük vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. 2022-ci il sentyabrın 12-də erməni təxribatının qarşısını alarkən ağır yaralanıb. Sentyabrın 17-də şəhid olub. Kiçik Gizir Ramik Tağıyev 1998-ci il oktyabrın 31-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 9-da Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çoxsaylı qəlpə yaralarından şəhid olub. Əskər Kamil Məmmədov 1998-ci il dekabrın 25-də Xaçmaz rayonunun Köhnə Xudad kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd, Laçın və Şuşanın işğaldan azad olunmasında iştirak edib.